Sağlam qidalanma nə qədər önəmli olsa da, bəzi insanlar sağlam qidalanma ilə bağlı həddindən artıq narahatçılıq keçirirlər. Daimi qidaları ilə bağlı, hansı qidanı yemək olar, hansını yemək olmazla bağlı düşüncələr, takıntılar, obsessiyalar olur. Bu isə artıq bir xəstəlik göstəricisidir və ortoreksiya nevroz adlanır. Belə insanlar qida seçimi ilə bağlı dediyimiz kimi daimi narahatlıq keçirirlər, çox seçicidirlər. Ad günü, toy, nişan kimi sosial tədbirlərdən uzaq qaçırlar. Bəzən sağlam olan, yəni ehtiyac olan qidaları yeməkdən imtina edirlər. Gün ərzində ancaq qidalanma ilə bağlı düşünürlər, yəni normal həyati proseslərdən uzaqlaşırlar. Ciddi bir narahatlıq, qorxu keçirirlər, daimi pəhrizlər edirlər. Bunun bir səbəbi də sosial şəbəkələrdə olan dezinformasiyalardır. Daimi sağlam qidalanma ilə bağlı hər bir şey paylaşır, bəzi qidaları bir mütəxəssis deyir, olar, bəziləri deyir ki, olmaz. Və bu kimi hallar artıq belə insanlarda bu takıntıları daha da gücləndirir. Buna görə də vaxtında müalicə olunmalıdır. Əgər müalicə olunmazsa, təbii ki, psixoloji problemlərlə yanaşı ciddi qida çatışmazlığı, vitamin, mineral defisitləri də yarana bilər.